Binanın həyətində uşaq oyun yerləri var. Aşağısında 3 mərtəbəli qarajı var. Bu isə binanın ümumi görüntüsü. 16 mərtəbəli binadır. Satılan mənzil isə 15-ci mərtəbədə yerləşir. Bu isə bina sakinləri üçün qurulan şəraitdir. Burada həm həyət yanı sahədə, həm də qarajda maşın saxlamaq olar. Belə istirahət yeri də var. Bu isə binanın qaraj hissəsi. Geniş və hər maşın üçün də yer var. Sizə Nərimanovda elitin arxasında 4 otaqlı 156 kvadrat mənzil təqdim etmək istəyirəm. Hal-hazırda biz mənzilin qonaq otağındayıq. Mənzil yeni təmirdən çıxılıb. Qonaq otağının belə böyük balkonu da var. Və bizim əlavə 3 yataq otağımız və mətbəximiz var. Onları da sizə göstəreyim. Bura mənzilin giriş hissəsidir. Geniş foyesi var. Burada bizim mətbəx hissəsi. Yeni mətbəx mebelindən təchiz olunub. Burada isti poldur. Və əlavə olaraq 3 yataq otağımız var. Bu birinci yataq otağımız. Növbəti yataq otağımız. Və bu yataq otağından da siz binanın həyətini görə bilirsiniz. Burada uşaq oyun yerləri, futbol, voleybol yerləri. Bu mənzilin aylıq komendant pulu deyək, haradasa 50 manat civarıdır. Bura vanna otağı. Bura mənzilin vanna otağı. Bu isə sanitar qovşağıdır. Mənzil ümumi 450 min manata təklif olunur. İndi isə mən sizə koridorunu göstərdim. Burada yeni təmir olunub. İçərisində hər mərtəbədə 2 mənzil var və 2 lift qalxır. Dediyim kimi binanın həyətində uşaq oyun yerləri, futbol, voleybol üçün oyun yerləri var. Və həm Azadlıq, həm Nərimanov, həm Gənclik metrosuna yaxın ərazidir, elitin arxasıdır. Sakit bir küçədir, həyətində Araz market də var. Daha çox məlumat üçün bizə zəng edə bilərsiniz. Profildə əlaqə nömrələrimizi göstərmişik. İndi isə sizdən sağollaşıram. Fikirlərinizi rəylərdə bildirməyi unutmayın. Hələlik.